Merkez bir merkez. Ha? Nasıl? Bunlar hazır. Keçirik nə? Biz nə istəyirsək yapı bilərsiniz. Məncə dadlıdır. Yəni mütləq bunları hazırlayıb yeyin. Rahil de buradadır. Rahil de gelmiş işe. Prosto adı işte. Burada PlayStation oynuyorsan sen. Bu neden oynuyorsan? Buranı PlayStation klaviatur azadı koymuşsan qırağa. Hər kəsə salam, əziz dəyərli dostlarım. Bu videoma da xoş gəldiniz. Bu videomuzda hal-hazırda işləyəm. Bu videomuzda sizə nəyi göstərəcəm? Yulaf hazırlayacağım. Yulaf hazırlanmasını göstərəcəm. Sadəcə olaraq bunu niyə burada eləyirəm? Çünki evdə çox vaxtım olmur. Səhər saat 9-da çıxırıq evdən. Axşam da saat 12-yə gəlib çatırıq. İdmandan sonra gəlirik evə. Axşam 12 olur. Yəni videoyu çəkməyə vaxtım da olmur. Ona görə zalda çəkdiyim videolar heç zala onsuz da gedirəm deyə orada çəkirəm. Amma belə normalda videolar çəkməyə vaxtım olmur. Ona görə də biraz videolarda ola bilsin, gec-gec gələ bilər. 3 gündən bir paylaşma edirəm. Bu videomuzda yulaf çəkəcəyik. Hazır yulaf hazırlayacağıq. Çəkəcəm, sizlərə göstərəcəm. Siz də hər səhər o yulafı hazırlayıb yeyə bilərsiniz. Bir balaca işlər var. Yine bu işləri hazırlayım. Sonra keçəcəyik. Yulaf tarifini sizə göstərəcəm. Rahatlıqla hazırlaya biləcəksiniz. Çox asandır, yəni çətin bir şey yoxdur. Belə. Rahil de buradadır. Rahil de gelmiş işe. Prosto adı işte. Burada PlayStation oynuyorsan sen. Bu neden oynuyorsan? Buranı PlayStation klaviatur azadı koymuşsan qırağa. Buranı PlayStation eləmişsən sən. Nədir qardaş? Bu nə? Bunlar nədir? Bu nə deməkdir? Nə oyundur bu? Yaxşı, nə oynayırsan? Hekayə haqqında bir məlumatınız var. Verin də zəhmət olmasa, hə? Yok yok, onun kanalı değil. Bu kimdir? Vurma, bunu vurma. Bizimkidir. Mağaradan qaçıb o. Ay vurma bizimkidir. Bir daha ay yandıracaq indi səni. Ha, nəysə belə. Ha, birinci bir dənə tefalı qoşaq. Bir də əziz dostlar, siz bunu yəni su ilə də eləyə bilərsiniz. Yəni qaynanmış su ilə, südlə də hazırlaya bilərsiniz. Südü də qaynadırsınız, biraz isinir. İsinəndən sonra da yulafın üzərinə tökürsünüz. O biri videolarımda var, amma tam açıq şəkildə, yəni sırf yulafdan bəhs eləmirəm orada. Ona görə bunu dedim ayrıca bir yulaf hazırlama bir videosu olsun. Yəni elə də çətin bir şey yoxdur əslində. Elə də böyük çətin bir şey yoxdur. Yəni asandır hazırlanması. Sadəcə olaraq içinə nələr qatıram, onları sizə çəkib hamısını göstərəcəm. Deməli, əziz dostlar, burada var, hər şey gətirdik. İkinci bəbədir. Yulafdır. Yulaf belə deyim də, bu yulafın sadə olanı da var. Yəni sadə olanı mən biraz yeyə bilmirəm. Sadə olanı da alıram, heç söz yox. Amma bu daha yaxşıdır. Belə aromalılar daha yaxşıdır. Çiyələk banan içində olur. Mən bunlardan götürürüm. İçində də bir dəqiqə açım sizə göstərim. Baxın, belə içindən paskalar. Bir dənəsi bəs edir. 140 qram edir. 140 qram yulaf olmalı. 150 qramdır ya 140 qram. Sadəcə neçədən olur? 1, 2, 3, 4, 5 dənə. 5 dənə yulaf. Hər səhər bunu yeyə bilərsiniz. Mən də günortada yeyirəm, yəni onun fərqi yoxdur. Yəni hansını istəyirsə hazırlayıb yeyə bilərsiniz. İndi birazdan mən hazırlayıb elə kakaz burada yeyəcəm. Sonra bir dənə cicbəbədir. Belə bir cicbəbə var. Cicbəbə bananını da ala bilərsiniz. Bir də bu sadə almışam mən. Arada bananını da alıram. Bunun böyüyü də var, balacası da var. Balaca ilə belə video olsun, onsuz da almışam bunu. Belə normalda böyüyü daha sərfəlidir. Böyüyündən ala bilərsiniz. Bütün marketlərdə də var onsuz da. Yulaf da var, cicbəbə də var. Sonra bir dənə mən kakao qatacağam. Düşmüşdür. Belə 2 kakao. Görsən, 80 qəpsat 1 manat belə olmalıdır. Cicbəbədir. Cicbəbə neçə var? 2.50-yə zadar. Belə cicbəbə də bol 1 manatdır. Yulaf da ki 3 manat 50 qəpikdir. Belə, yəni 6 dənəsi. Hə, bizim bir dənə belə çərəz var. Axırda üstünə qoyacam belə qarışıq çərəzdir. Yəni istəsəz, istəyə uyğun qata bilərsiniz. Yəni belə kakaodur, cicbəbədir. Bir dənə yoğurt almadım. Evdə var, yoğurt da vura bilərsiniz. Çiyələkli, indi baxırsınız da nə meyvəyə uyğun edirsə, qatma qarışıq eləməmək üçün çiyələkli elə. Bizdə məsələn çiyələklidir, çiyələkli yoğurt da vururuq evdə. Belə.
Yəni bir də nə qata bilərsiniz? Whey protein qata bilərsiniz. Əgər protein də içirsinizsə, toz şəklində olur, 60 qram, 40 qram elə protein qaşıqla tökə bilərsiniz. Whey proteini qatıb hamısını bir yerdə qarışdıra bilərsiniz. Yulafları həll edirsiniz. Yulafları. Belə. Sonra. Bax, indi sən yulafı həll edirsiniz. Belə. Ata. Suyu çox tökmürsünüz. Üzə bir damcı çıxdı, bəs eləyir. Əgər çox şişməyini istəyirsinizsə, daha çox şiş olmağını istəyirsə, suyu çox töksün. Amma yox, suyun az tökəndə çox şişmir. Biraz şişdiyi var. Biraz şişir, su dayanır. Belə normaldır. Su bir damcı üzünə çıxdı, normal. Bu da belə. Bunlar hazır. Biraz gözlədirsiniz. 5 dəqiqə gözləyirsiniz, 5 dəqiqə, 4 dəqiqə. Özünüz görəcəksiniz ki, suyu yavaş-yavaş yığılmağa başlayır. Bu belə gedəndən qədər ona kimi də cicbəbəni də doğraya bilərsiniz. Cicbəbə də ki, belə mən əlimdən eləyirəm. İndi siz, yəni əllə daha rahatdır da, belə deyim. Əllə daha rahat. Əlimlə belə, hə. Yəni 2 dənə bəsdir. 2 dənə bəsdir, onsuz da yoğurt da yoxdur. Yoğurt olmadığına, yoğurt olanda biraz sulu olur. Ona görə yoğurt olmadığına görə 2 dənə cicbəbə bəsdir. Çünki çox qatı olacaq və yeyə bilmərik də bir dənə işte ola bilər. Sonra ardıcan. Kakao. Qırağa Kakao işte, kakao da hər Qırağa da. Qırağa hə, səpələnməlidir, variant yox. Bu da belə. Bu da belə, kakaonu da tökdük. Deməli, bir dənə qaşıq gətirin. Bir dənə qaşıq gətirin. Ne oldu? Oyun ne oldu? Oyun ne oldu? Oyun. Oyun oldu. Ha, yavaş. Sağa sonra 4'e işte. Hə, 4-ə işdir belə. Oyun biraz oynayasan, hə? Hə, deməli bu vəziyyətdə biz biraz quruydu, biraz da su tökdük, çox az da su tökdük. O indi sizə qalıb da, necə istəyirsinizsə, quru yemək və yaxud biraz sulu yemək, o sizə qalıbdır. Burada keçən səfər YouTube çox göstərdi, nəsə telif haqqı gəldi, bilmirəm nədən, amma yəqin ki, göstərsək problem olmaz da. Nəysə, baxın, burada indi spesialist bir dənə burada hərəkətlər gedəcək. Qəşəng belə doğradıq bananları. Bananları doğrayandan sonra belə qəşəng üstünə yığırsınız. Və hazırladıq. Bananları da səpirik üstünə. Bu banan da ola bilər, kivi də ola bilər. Belə bu vəziyyətdə. Bir də bunu soyuq yesəz daha dadlı olacaq. İsti olanda yemiyor. İsti olanda yemiyor. Ondan sonra da bir dənə tuluyum. Belə. Deməli, sonra biraz da çərəzlərdən səpərək üstünə. İyi. Hazır formatı budur. Yəni işıqlanmasın da əsas. Üzümə çox işıq düşmür. Hə? Yok. Əsas vəziyyəti budur. Videodan götürərsən. Ekran şəkli. Belə. Bu vəziyyətdə olacaq. Necədir? Yaxşı. Normal. Bu vəziyyətdə. Məncə dadlıdır. Yəni mütləq bunları hazırlayıb yeyin. Dadlıqdan əvvəl əsas proteindir. Əsas idman qidası. Hazırlayıb yanınızda aparıb haçansa da istədiniz, haçan istədiniz
qabda aparırsınız, çıxardıb yeyirsiniz. Fıstıqla. Fıstıq, kişmiş, bunlar daha dadlı eləyir. Ha? Yaxşı. Siz bunu əziz dostlarım südlə də eləyə bilərsiniz. Mən burada şərait olmadığı üçün südü qaynada bilmədim, ona görə qızdıranmadım. Siz amma südlə eləsəz daha yaxşı olacaq, dadlı olacaq. Su ilə də eləyə bilərsiniz, südlə də fərq etmir. Yəni belə. Kanalımıza abunə olmağı unutmayın, like eləməyi unutmayın və bildirimləri açın ki, hər video paylaşdıqca sizə bildirim gəlsin. Bizə dəstək olmağı unutmayın. Çox sağ olun, təşəkkür edirəm hər birinizə izlədiyiniz üçün, sevilirsiniz. Sağ olun, salamat qalın.